Bizim illər öncə çox güclü bir sloganımız var idi. Land of Fire. Çox güclüdür. Yəni atəş ölkəsi, alovlar ölkəsi, günəşin simvolu və keçmişdən gələn zərdüştlüyün simvolu olaraq da. Land of Fire'da nəyi tutuzdura bilmədik ki, biz başqa bir slogana ehtiyac gördük. Ya bəlkə bu ona görədir ki, bir qurum bağlananda, başqa bir qurum açılanda mütləq ki, yeni bir sloganla mı girməlidir? Oradakı o mütləq ki, nəyisə dəyişmək üçün niyə biz ana konseptə giririk hər zaman? Niyə mövcudun üzərindən işlər görmürük də mütləq yeni nəsə sıfırdan yaradırıq? Yəni burada bir ehtiyac mı var həqiqətən? Təbii ki, ehtiyac yoxdur. Land of Fire-ni yaradanlar ən azından dövlətin adını böyük hərflə yazır. Mən buna dəfələrlə demişəm. Tənqidlərinizlə də bağlı suallarım var. Yəni dövlətin üst qurumunun, təşkilatının logosu balaca hərflə yazıla bilməz. Mənə xaricdən gələn turizmçilər sual verdi. Hətta biraz gülərəkdən sual verdi. Dedi, siz sərgilərdə iştirak edirsiniz və sizin turizmçilər şəkil çəkdirir kollektiv olaraq. Arxada balaca bir Azərbaycan yazır. Sizin məmləkətiniz bu qədər balacadır.